Niyə adamlar problemlərə bədbəxtçilik kimi baxır, bədbəxtlik kimi dəyərləndirir? Niyə görə? Qayda kimi bax, oyun qaydasıdır bu. Hər dəfə çətinlik gələndə deyirsən təbii, get çətinliyin üstünə onu asanlaşdır. Təymə düşər gənclər var indi hərdən görürsən, hər şeydən sarsılır. Dostu ilə sözü düşür, sarsılır, hər şeylə, hər bir xırda şeydən sarsılır. Niyə mənim başıma gəlir? Bu zarımaq, bu gileylənmək çox mənfi xüsusiyyətdir. Həyatı tanımamağın nəticəsidir. Ümumiyyətlə, bu nə sualdır? Niyə mənim başıma gəlir? Bu nə sualdır? Çox sevdiyini daha ciddi hazırlaşdırır. Deyirsən, gözləntim çoxdur, tələbi çoxdur. Məşqçilər də görürsən, idmançıların içindən birini seçir, ikisini seçir ki, onu daha çox əziyyətə salır. Hey görürsən, vurur. Zəif yerlərini dediyimə keçən dəfə məşqçi ilə rəqibin fərqi var. Allah rəqib deyil. İkisi də zəif yerdən vurur. Rəqib zəif yerdən vurur, sındırsın, məğlub eləsin. Məşqçi zəif yerdən vurur ki, gücləndirsin, qalib eləsin. Allah bizi zəif yerlərimizdən bəlalarla vurur. Onun ağrısı var. Müəllim uşağı döyürdü, dedi ki, vurmuyor, nə ağrıdır? Deyir, vururam ki, ağrıtsın da. Ağrıtmasa nəyə görə vururam? Əvvəllər var idi, indi bilməm məktəblərdə var ya, yox. Uşaqları görsən, elə cəzalandırırdılar o şəkildə. Amma o cəzalandırmaq, o ağrı, acı Allahın bizə əziyyətə salması üçün deyil, məşqçi kimi sevgidən qaynaqlanır. Hansı məşqçi yaxşıdır deyə, get yat dincəl özün üçün. Bu məşqçi yaxşıdır, yoxsa səni qalib eləmək istəyən sənlə məşğul olur, sənə zərbələr endirir. Allahın zərbələri bunun üçündür. Mənim başıma niyə gəldi? Peyğəmbərdən əziz adam yoxdur deyə məndən çox əziyyət çəkən olmadı. Hər kimi ki sevirəm deyir, İmam Hüseyin deyir, ey ruzigar, kimi mən çox istəyirəm onu hədəfə alırsan. Bir-bir əzizlərini əlindən verirdi, əleyhissalam, əlini üzünə vururdu, deyirdi, eynə Əmmar, eynə Malik. Peyğəmbərin ən əziz xanımı Həzrəti Xədicə onu əlindən aldı. Sonra bəzi xanımlarla yaşamağa məhkum oldu ki, onlardan əziyyət çəkirdi. Bu Peyğəmbərdir. Həzrəti Əlidən xanım Fatimə Zəhranı aldı, gəldi Əyyam-ı Fatimiyə də dedi, qəbri üstə deyəndə dedi, la xeyrə bə'dəki fil həyat. Səndən sonra həyatda xeyir qalmadı. Yəni o qədər əziz idi. Onlara vəfasız olan dünya gözləyirsən ki, kimə vəfalı olsun? Hansı giley dili ilə insan danışa bilər? İnsan başa düşsə ki, buranın qaydası belədir. Bura gəlmisənsə, buranın oyun qaydaları var, onda ahva eləməyəcək. Bəlalarla düz davranmayanda bilirsiniz, lazımsız bəlalar gəlir başımıza. Bəzi bəlalar var ki, lazımsızdır. Biz düz qarşılamırıq. Hərdən bəlalardan o qədər qaçmaq istəyirik ki, aman da həyatımda hər şey qaydasında olsun, o düzgün yanaşma deyil. Problemlərin həllinə çalışın, amma problemsiz həyat arzulamayın. Problemlərin içində o gözəllikləri görün. Problemlərlə eşq eləmək, problemlərlə keyf eləmək, Allahla aşiq, məşuq münasibəti qurmaq gözəldir. Verdiyi hər bir şeyi əziz biləsən. Bəy verən atın deyir, dişinə baxmazlar. Görürsən ki, məsələn, bir sevdiyindən, şəxsdən bir hədiyyə olar, onun arasındasa bir nöqsan da olsa, nöqsan da sənə əzizdir. Hətta bəzi vaxtlarda düzəltmək istəmirsən ki, o belə bir şəkildə verib mənə. Düzəltmək problemləri o baxımdan eləyirsən ki, vəzifəndə Allah özü buyurub. Belə olarsa ictimai münasibətlər də düzələr. Uşaq salır bir şeyi sındırır, ana deyir, əllərim quruyardı məsələn. Bahalı bir şeydir. Başa düşmür ki, Allahla o uşaq şərikdir o işdə. Allah, bu qab sınmasa bəlkə başın sınacaqdır məsələn. Əlin sınacaqdır. İnsan həyatda çətinlik olduğunu qayda kimi qəbul eləməsə, hey təqsirkar axtaracaq hər bir halına. Hey onu bunu qınayacaq. Müəllifi Allahdır bu həyatın. O tənzimləyir həyatı. Bəx o mənə qarşı səhv eləyir. O səhvdə öz cəzasını alacaq. Sən bil ki, bu çətinlik sənin qabağına çıxmalıdır. O səhvdir, sənə qarşı haqsızlıq edib cəzasını alacaq o heç. Amma Allahın mənlə nə işi var? Bu önəmli məsələdir. Dünya bəla evidir. Dünya sıxıntı evidir. Onu bilsən, ictimai münasibətlərini düzəlir. Gəl maşını vuranda düşüb dava eləməyəcəksin. Elə adam var burada maşını vuranda desin ki, halal xoşun get. Bu həyatda qaydadır. İndi o səhv eləyib onu nəsiyyət eləsin ki, biraz diqqətli sür maşını. Bundan o yana bir söz deməzsən.
Gözləməlisən ki, bu Allahdan mənə tərəf gələn bir hadisədir. Bu olmasaydı bir başqa bir şey olacaqdı. Adam həyatla barışsın gərək, həyatla küsülü halda yaşamasın, sınmasın, gəmiləri batmasın, qəmli statuslar yazmasın, gileyli sözlər danışmasın, möhkəm olsun, ayaq üstə dayansın, mərdanə davransın çətinliklərlə, zarıyaraq yaşamasın. Bilmirəm, bu xüsusiyyətlər kimi üçün sahib Həzrət Əli əleyhissalam? Təqvalılar hər halda belə olar. Buyurur ki, nəzələt ənfusuhum minhum fil bəla kəlləti nəzələt fil rəxa. Deyir, fərqi yoxdur onların halında. Bəla və asayiş halında eyni haldadılar. Fərqi yoxdur. O qədər aramdır. Adam tamahlanır bu hadisləri oxuyanda ki, bu həyat xoşbəxt həyatdır, elə deyil. Bu həyat xoşbəxt həyatdan belə yaşasa, özü rahat olar, aram olar, sakit olar. Deyir, bəla və neymət, asayiş də eyni haldadılar. Bunu bizim üçün deyir ki, biz belə olaq. Bu güzgüdür. Bu hədislər güzgüdür ki, özümüzü tez-tez müqayisə eləyək və ümidsiz olmayaq. Ümidlənək ki, biz də belə olmaq istəyirik. Mən ki, burada danışıram, bir an sizin içinizdə, qəlbinizdə arzu keçsə ki, ay Allah, kəş mən də belə olardım, Allah bu arzuların müştərisidir. Çox dəyər verir. Qəlbdən keçən o bir dənə ah çəkirsən, həsrətlə ki, mənim ömrüm gəldi, filan yaşa çatdım, alınmadı. O bir dənə o ah çəkməklə görürsən ki, Allah deyir ki, bunda bu istək yarandı. Moizənin hərdən belə bir üstünlüyü var. Görürsən, danışırsan fəzilətli insandan, mən günahkaram ürəyimdən keçir ki, vallah and olsun Allaha, çox şeylər istəmir Allah bizdən. Elə deyib, buna arzula, istə, səhv elədin, istiğfar elə, neymət gəldi, şükr elə. Mən səninləyəm, səni cəzalandırmağa tələsmirəm. Bir tər gedək bu yolu yavaş-yavaş. Arzularına doğru gedək. Yüksək arzular, istəklər və yarımçıq ömür vəfa eləməsə dünyadan köçsün. Elə o arzuya uyğun məqam verəcəm sənə.